Sizcə bu möhtəşəm görünüşlü və ətirli şamı mən necə düzəltmişəm? Gəlin birlikdə baxaq. İlk öncə stakanımızı salfetlə təmizləyirik və spirtlə dezinfeksiya edirik. Sonra isə keçirik fitili yapışdırmaq prosesinə. Fitili tam stakanın mərkəzinə yapışdırırıq. Fitilin düz dayanması şamın necə yanacağına təsir edir. İndi isə mumu tərəzidə ölçürük və lazım olan miqdarı ayırırıq. Sonra isə başlayırıq əritməyə. İstədiyimiz dərəcəni alana qədər əritməyə davam edirik. Və indi hal-hazırda kraskanı tökmək üçün mumu hazır vəziyyətə gətirdim. Bu günlərim qırmızı kraskadan istifadə edəcəm. Qırmızı kraskanı töküb istədiyim rəngi alana qədər qatışdırmağa davam edirəm. Və budur, istədiyim tonu aldım. Və ən sevdiyim ətirlərdən biri olan vişnə ətirini seçirəm, əlavə edirəm əridilmiş muma. Və bu da şam yanarkən ətrafa möhtəşəm bir qoxu saçacaq. Hazır qarışımı ehtiyatla stakana tökürük və fitilin ortada qalması üçün sabitləyicidən istifadə edirik. Əsas hissə hazır olduqdan sonra keçirik ən sevdiyim gözəl mərhələyə, dekor. Eyni qaydada mumu tərəzidə ölçüb əridirik, tez soyması üçün qaba tökürük, ətri əlavə edib mikserlə mumu krem halına gətirilənə qədər qarışdırırıq. Qarışımı kulinar torbaya yerləşdiririk və onun köməyi ilə mumu krem formasında sıxırıq ki, əsl desert effekti alınsın. Daha sonra əvvəlcədən mumdan hazırladığım gilə meyvələrlə bəzəyirik. Və sonunda belə desert formasında bir şam əldə etdik. Siz də sevdiklərinizi fərqli və zövqlü bir hədiyyə ilə sevindirmək istəyirsinizsə, səhifəmə abunə olmağı unutmayın. Və bu arada istədiyiniz formada və dizaynda olan hədiyyəlik şamları bizdən ən sərfəli qiymətlərlə əldə edə bilərsiniz. Bura qədər izləyən hər kəsə təşəkkür edirəm. Gələn görüşlərədək.